Qədim Çin. Çin Asiya qitəsində yerləşir. İlk əvvəl onu bilməliyik. Biz Çini Böyük Hun dövlətini, Asiya Hun dövlətini keçəndə də qeyd etmişdik. Xəritədə sizə yerini də göstərmişdim. Ölkənin qərbində dağ silsiləsi uzanır, Himalay dağları, şərqində də Sakit okeandır. Təbii maneələr, dağlar və dənizlər Çin əhalisi üçün təbii müdafiə rolunu oynamışdır. Ərazisindən Yansızı və Xuanxe çayları keçmişdir və Xuanxe çayı daşır, daşqınlar olurdu. Hər bir şey su altında qalırdı. Buna görə də Xuanxe çayını Azan çay, Gəzən çay, min bir fəlakət çayı, Çinin bəlası adlandırmışdılar. Sonradan isə bunların qarşısını almaq üçün bəndlər tikmişdirlər. Çində erkən sivilizasiya eramızdan əvvəl 3-2-ci minlikdə Xuanxe vadisində meydana gəlmişdi. Çində ictimai bərabərsizlik, təbəqələşmə isə eramızdan əvvəl 2-ci minlikdə yaranmışdır. Bu isə qəbirlərdən tapılan əşyaların müxtəlifliyi bunu təsdiq edir. Çin yazısı heroqlifləri olmuşdur. Heroqliflər də eramızdan əvvəl 2-ci minillikdə yaranmışdır. Çin dünyada ipək parçaları ilə, zərif çinili qabları ilə məşhurdur. Çində dəmir emalını eramızdan əvvəl 6-5-ci əsrlərdə başlanılıb. Bu da təsərrüfatın inkişafına təkan veribdir. İstehsalın artması, artıq məhsulun olması, müharibələr, qullar, sərvət, onları qorumaq uğrunda mübarizələr başlamış, ibtidai icma quruluşu dağılmış və yeni quldar dövlətlərin yaranmasına səbəb olmuşdur. Artıq eramızdan əvvəl 4-3-cü əsrlərdə Çində bir neçə quldar dövləti var idi. Onlar hakimiyyət uğrunda bir-biri ilə mübarizələr aparırdılar. Və ona görə də Çinin bu dövrü eramızdan əvvəl 4-3-cü əsrlər vuruşan padşahlıqlar dövrü adlanır. Bu mübarizədə Sin sülaləsi digərlərinə qalib gəldi və eramızdan əvvəl 221-ci ildə bütün Çini vahid halda birləşdirdi. Sin Şuxandi Çinin birinci hökmdarı adlanırdı. O Çin ərazisini 36 vilayətə böldü və hər birinə məmur təyin etdi. Ölkədə vahid ölçü, çəki, pul sistemi yaratdı və mərkəzləşmiş dövlət də yaradıbdı. Və imperatorun qanunlarına qarşı çıxanlara amansız divan tutulurdu. Hun mövzusundan da bildiyimiz kimi Çindən şimalda döyüşkən Hun tayfaları yaşamışdı və bu vaxtı Böyük Asiya Hun dövləti mövcud olmuşdur və Hunların Çin ərazilərinə ardıcıl hücumları baş vermişdir. Sin Şuxandi də bunu Çin səddinin tikilməsində görmüş eramızdan əvvəl 214-cü ildə. Təbii ki, bunlar Hunların hücumlarının qarşısını ala bilməmişdir. Eramızdan əvvəl 206-cı ildə Çində sülalə dəyişikliyi baş verdi. Sin sülaləsini Xan sülaləsi əvəz etdi. Xan sülaləsi, biz bunu Hun dövlətində də demişdik ki, Hunların taktikasından istifadə etdilər, hətta nicah diplomatiyaları da baş verdi və Hun döyüşçülərinin taktikalarını öyrəndilər, artıq uğurlu mübarizə aparmağa başladılar. Biz burada eramızdan əvvəl 200-cü ildə Mete Tanhu ilə baş verən Pinçin döyüşünü də qeyd edə bilərik ki, orada Mete Tanhu qalib gəlmişdi. Pinçin müqavilətinin şərtlərini də Çinin Xan sülaləsinin Asiya Hun dövlətindən asılı olmasını da qeyd edə bilərik. Mövzuları əlaqəli şəkildə öyrənməliyik. Sonra qeyd etmişdik ki, Hun dövləti parçalandı. Eramızdan əvvəl 58-də Şərqi Hun, Qərbi Hun, Qərbi Hunda Çiçi Tanhu idi.
Şərqi Hun isə anası Çinli olan şəhzadə idi və burada da qeyd edilir ki, Böyük Hun dövləti parçalandı, ərazisi Çin əsarətinə düşdü. Və xan hökmdarlarının işğalları nəticəsində dövlətin sərhədləri genişləndi, ərazisi böyüdü və xan sülaləsinin dövründə Vyetnam və Koreya işğal edildi. Xan sülaləsinin ilk dövründə təsərrüfatı canlandırmaq üçün addımlar atıldı. Sin sülaləsi dövründə tərk edilmiş kəndlər yenidən məskunlaşdırıldı. Boş torpaqlar əkilməyə başlandı, məhsul istehsalı artdı, elm, mədəniyyət inkişaf etdi və Çin əhalisi vahid xalqa çevrildi. Çinlilər ona görə də özlərini xan adlandırırlar. Makedoniyalı İskəndərin işğalları qərb və şərq ölkələri arasında iqtisadi bağların yaranmasını sürətləndirdi və xan hökmdarları işğalları yürüşlər nəticəsində eramızdan əvvəl 2-ci əsrdə Çinin dünya ticarətinə yolunu çıxış təmin etdi. Bu, Böyük İpək yolu idi. Böyük İpək yolundan həm ticarət üçün, həm də qarətlər üçün də istifadə edirdilər. Böyük İpək yolu Azərbaycan ərazisindən də keçir, bunu da qeyd etməyimiz lazımdır. Gələk indi xan sülaləsinə qarşı olan narazılıqlardan, üsyanlardan. Təbii ki, işğalçı müharibələr aparırsa əsirlər gətirir, əsirlərin saçları qırxılır, alınlarına və üzlərinə damğa vurulurdu, ağır vergilər, icarə borcları, təbii ki, bunlardan kəndlilər ödəyə bilmirdi, qula çevrilirdi. Bu da sosial ziddiyyətləri kəskinləşdirirdi və bir müddət xan sülaləsinin zəifləməsindən sonra onun qarşı üsyanlar baş verdi. Bu, belə böyük üsyanlardan biri bizim eranın 1-ci əsrin əvvəlində idi. Bu, Qırmızı Qaşlılar üsyanı idi. Qırmızı Qaşlılar üsyanı ona görə adlanır ki, döyüşçülər fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar. Daha böyük üsyanın biri də bizim eranın 184-cü ilində baş verib. Səbəbi isə kəndlilər və qulların amansız istismarı, əyan və sərkərdələr arasında çəkişmələr idi. Üsyançılar başlarına sarı-sarıq bağlayırdılar, ona görə də üsyan sarı-sarıqlar adlandı. Çıjan qardaşları başçılıq edirdilər. 20 ildən artıq davam etmişdi, bunu da yadımızda saxlayırıq. Üsyan yatırıldı. Amma buna baxmayaraq Çində quldarlıq quruluşuna zərbə vurdu. Bunu yadımızda saxlayırıq. Xan sülaləsinin hakimiyyəti zəiflədi və 3-cü əsrin, bizim eranın 3-cü əsrin əvvəlində süqut etdi və xırda dövlətlərə parçalandı. İndi gələk qədim Çinin mədəniyyətinə. Heroqlif yazısı qeyd etdiyimiz kimi eramızdan əvvəl 2-ci minillikdə. Misirdə eramızdan əvvəl 4-cü minillik, Çində isə eramızdan əvvəl 2-ci minillik. Vahid dövlətin yaranması ilə Sin sülaləsindən yazı daha da təkmilləşdirilib. Çin yazısı minlərlə işarədən ibarət olmuşdu. Bunları öyrənmək üçün illər lazım gəlirdi. Bambuqdan istifadə olunmuşdur yazı vasitəsi kimi. Məsələn, Misirdə papirus idi, Şumerdə gil idi. İmperator fərmanları isə ipək parçalar üzərində yazılırdı. Kağız ixtirası da Çinə aiddir ki, sonradan yazı kağız üzərində yazılmağa başlanmışdır. Piktoqrafik yazı, bütün dünyada yazılar piktoqrafik yazı olubdur. Şəkil çəkirəm, şəkil yazıram deməkdir. Sonra gəlirik Çində təqvimin yaranmasına. Dəqiq təqvim hazırlamışlar Şumerlər kimi, Misirlər kimi. Tacirlər və səyyahlar məlumatlar toplamışdı. Bu da dağlar və dənizlər haqqında kitabda idi. Kompası da kəşf etmişdirlər. Təbabət də inkişaf etmişdir. Bunu da yadımızda saxlayırıq qədim Çində. Və gəlirik Çində əvvəl tibbdə istifadə olunan təbabətdə çay bitkisinə. Çində təbii ki, tarixi əsərlər də yazılmış, tarix elmi də inkişaf etmişdi. Ən məşhuru eramızdan əvvəl 2-ci, 1-ci əsrlərdə Smatisyandır. Tarixi qeydlər əsəri, Avropalılar Smatisyanı Çin tarixinin Herodotlu adlandırmışlar. Eramızdan əvvəl 6-5-ci əsrlərdə Çində Konfutsi təlimi yayılmağa başlamışdır. Sin sülaləsi bunu rədd etmişdir, divan tutmuşdur. Çünki onların
ideologiyasına uyğun deyil idi, ədalətli rəftar etmək. Xan sülaləsinin dövründə də bu Konfutsi təlimi rəsmi ideologiyaya çevrilmişdi. Konfutsi təlimində fəlsəfənin inkişafına səbəb oldu. Kiçiklər böyüklərə, uşaqlar valideynlərə, xalq isə hökmdara tabe olmalıdır. Çinli müdrikin fikrincə, Konfutsinin fikrincə, əgər hökmdar ata və oğul vəzifələri düzgün yerinə yetirirdisə, onlar arasında əmin-amanlıq hakim olurdu. Konfutsi təbiətdəki nizamı cəmiyyətə də şamil etmişdir. Qədim Çin haqqında da bu qədər.